Enerji sektorunda mühüm yenilik var. Dünyanın ən nəhəng enerji layihələrindən biri olan Azərçıraq Günəşlidə sərbəst təbii qaz hasilatına start verilib. İlkin proqnozlara görə buradakı çıxarıla bilən qaz ehtiyatı 170 milyard kubmetrə qədər yüksələ bilər. Əsrin müqaviləsinin bu yeni və qlobal hədəfi ilə bağlı detalları izləyək. Azərçıraq Günəşli yatağında sərbəst təbii qaz hasilatına başlanılıb. Bu barədə BP Azərbaycan şirkəti məlumat yayıb. Yatağın sərbəst təbii qaz ehtiyatlarının iri həcmdə təxminən 4 trilyon kub fut, yəni 113 milyard kubmetr çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kub futa dək, başqa sözlə 170 milyard kubmetrədək artmaq imkanı olduğu proqnozlaşdırılır. Qaz ixrac imkanlarını bir qədər də artıracaqdır. Zaten ölkəmizdə 2,6 trilyon kubmetrlik deməli bizim qaz ehtiyatlarımız vardır və illik 50 milyard kubmetr həcmində hasil olunur və onun yarısı 25 milyard kubmetrdən artığı, bir qədər artığı deməli ixrac edilir. Və bu kontekstdə məsələyə yanaşsaqca Azərçıraq Günəşli yatağında da mövcud ehtiyatlar bu həcmlərin düşünürəm ki, davamlı olaraq artırılmasına imkan verəcək. Əsrin müqaviləsi imzalanandan etibarən Azərçıraq Günəşli yatağından ixrac üçün təxminən 4,6 milyard barel neft hasil olunub. 2001-ci ildən bugünədək Azərbaycan Dövlət Neft Fondunun xətti ilə Qara Qızıldan ümumilikdə təxminən 207 milyard ABŞ dollarından çox gəlir əldə edib. Bunun da təxminən 175 milyard dollarından çoxu Azərçıraq Günəşli yatağının payına düşür. Digər tərəfdən yatağın təbii qaz hasilatına başlanılması hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan üçün əlavə imkanlar yaradır. Həmin yataqda iştirakçı olan SOCAR-ın gəlirlərini artırmış olacaq. Eyni zamanda da satılan qaz Azərbaycanda Dövlət Neft Fonduna əlavə vəsait gətirmiş olacaq. Həm də nəzərə alsaq ki, neftin hasilatının azaldığı indiki məqamda qaz hasilatının artırması neft hasilatından ortaya çıxan geriləməni qarşısını ala bilər. Həm də eyni zamanda bu əlavə, belə deyək, qaz dollarları deməkdir və ölkənin maliyyə sabitliyi üçün də vacibdir. Şirkətin açıqlaması ilə yanaşı ekspertlər də bunun Azərbaycanın Avropaya təbii qaz ixracını 20 milyard kubmetrədəki artırmaq hədəfinə töhfə verəcəyini bildirirlər. Tərəfdaşların sərbəst təbii qaz layihəsindəki iştirak payları da yataq üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişə uyğun həyata keçiriləcək. Bununla da Azərçıraq Günəşli neft qaz yatağına çevrilir.